Hallo Leute, salamlar hər kəsə. Dərsimizin mövzusu isimləşmiş sifətlərdən olan əvəzliklər mənasını verən "bayde" və "baydes" sözləri olacaq. Gördüyünüz kimi hər iki sözün də tərcüməsi eynidir. Bunların cümlə daxilində istifadə qaydası fərqlidir. Baydedən sonra ona aid söz istifadə olunacaq, baydesdən sonra isə heç bir söz istifadə etməyəcəyik. Bunlar nəyi göstərir? Yəni barmaqla sayılan bir güc mənasında yox, olan şeylərdən ikisi, hər ikisi anlamını verir. Məsələn, gəlin cümlələrə baxaq. Beide Kinder spielen. Hər iki uşaq oynayır. Yəni ortalıqda bir neçə uşaq var, daha çox mənada. Onlardan ikisi oynayır. Hər ikisi də oynayır. Burada söz gəlib Baidedən sonra sözün özünü istifadə eləmişik Kinder'ın. Ona görə də Kinder istifadə olunub. Amma biz bunu Baidesdən istifadə etsəydik, bu zaman ikisi oynayır deyəcəkdik. Yəni hər ikisi Baides spielen və biz burada Kinder sözünü istifadə etməyəcəkdik. Burada fərq budur. Birində özündən sonra söz gəlir, digərində özündən sonra söz istifadə etmirik. Və bunlar özlərindən sonra iki mənasını verdiyi üçün bunlar cəmdə istifadə olunur. Yəni bütün hallarda cəmi ifadə edir. İndi digərinə baxaq. Ich mag Kaffee und Tee. Mən qəhvə və çayı sevirəm, xoşlayıram. Mən artıq bildim ki, söhbət nədən gedir? Çaydan və qəhvədən gedir. Mən də deyəcəm ki, onların hər ikisi də çox yaxşı dadır, çox yaxşı dad verir. Təzən Kaffee und Tee demirəm. İkisinin adını çəkirəm. Beides schmeckt gut. Burada isə biz nə etdik? Hər ikisinin adını istifadə elədik. Digərinə baxaq. Singen oder tanzen. Oxumaq yoxsa rəqs etmək. Beides macht Spaß. Hər ikisi də əyləndirir, mənə əyləncə hissi verir. Təzədən eyni şeyləri demədik ki, oynamaq və rəqs etmək bizi əyləndirir, mənə əyləncə hissi verir. Ona görə də burada Baideslə hər iki anlamı ifadə etmiş olduq. Biz burada Baidesi ifadə etmək üçün bilməliyik ki, söhbət nədən gedir? Sonra Baidesi istifadə eləyək. Yəni durduq yerə Baideslə cümlə qursaq və söhbət yeni başlayıbsa, qarşı tərəf bizi tam anlamaya bilər. Çünki bilmir axı söhbət hər iki nədən gedir. Ona görə bir neçə əvvəlki cümlələrdə mövzuya giriş eləyib, sonraki cümlələrdə onların ikisindən danışanda Baides ifadəsini işlədə bilərik. Bunların fərqi bu oldu ki, birində özündən sonra isim gəlir, digərində isə onların mənasını verən heç bir sözü istifadə etmirik. Arada yenə bir müqayisə cümləmiz var. Beide Schüler lernen Deutsch. Hər iki şagird Alman dili öyrənir. Lesen und schreiben, beides ist wichtig. Oxumaq və yazmaq, sual verir. Oxumaq yoxsa yazmaq, hər ikisi çox önəmlidir. Hər ikisi önəmlidir. Beides ist wichtig. Gördüyünüz kimi, beide özündən sonra cəmdə söz tələb edir. Ancaq beides təkdə istifadə olunmuş olur. Çünki özündən sonra heç bir söz gəlmədiyi üçün beides söz olaraq təkə göstərir. Məna olaraq cəmi göstərsə də, söz olaraq beides ifadəsi təkdədir. Ona görə də ondan sonra gələn cümlələri təkdə istifadə etməli. Xüsusiyyətlə özəlliklə də, yəni bu xüsusiyyətə diqqət etməliyik ki, cümlələrimizi quranda yanlışlar etməyək. Digər cümlələrini də özünüz oxuyub qeyd edərsiniz. Siz də bunun kimi beide ya da Baideslə bir neçə cümləni yazıb kommentlərə yazsanız çox sevinərəm. Sağ olun. Bir sonraki videoda görüşənədək. Tschüss, auf Wiedersehen. Özünə yaxşı bax, olacaq. Mach's gut.